to be'nin present ve past simple zaman formalarında olan tapşırığı yerinə yetirək. İlk öncə present zaman formasında, yəni indiki zaman formasında to be'nin formaları am, is, are, keçmiş zamanda isə was, were. Baxaq tapşırığımıza. Tapşırıqda nəyə diqqət yetirməliyik? Zaman zərfinə və mübtədaya. Now, indi deməkdir. Deməli, indiki zamanın zaman zərfidir. I am by the river now. Mən indi çayın kənarındayım. Yesterday, dünən deməkdir. I was at home yesterday. Dünən mən evdə idim. Now, indi. We are at the beach now. Biz indi çimərlikdəyik. Last night, they were in the mountains last night. Keçən gecə onlar dağlarda idilər. Now, she is on the island now. O indi adadadır. Yesterday, dünən. She was at school yesterday. Dünən o məktəbdə idi. Now, my mom and I are at home now. Anam və mən 2 nəfərdilər, ona görə cəmdə olur. Evdəyik, indi evdəyik. My mom and I, burada last night verilib, were by the lake last night. Keçən gecə anam və mən göl kənarında idik. Yesterday, Tom was by the river yesterday. Dünən Tom çay kənarında idi. Now, Tom and his father are by the river now. Tom və onun atası indi çay kənarındadır. Last night, they were by the river last night too. Onlar keçən gecə də çay kənarında idilər. İndi sual cümlələrinə baxaq. Sual formasında to be'nin formaları mübtədadan əvvələ keçir. Yenə zaman zərflərinə və mübtədaya diqqət yetiririk. Now, indiki zamanın zaman zərfidir, indi deməkdir. Are you at home now? Sən indi evdəsən. Now. Are they at home now? Onlar indi evdədir. Last night, keçən gecə. Were they at school last night? Keçən gecə onlar məktəbdə idi. Now. Is he at home now? O indi evdədir. Yesterday. Was he at school yesterday? Dünən o məktəbdə idi. Yesterday. Were you at school yesterday too? Sən dünən də məktəbdə idin. Last night. Was Tom on the island last night? Keçən gecə Tom adada idi.